Həyat yalnız hədəflərdən ibarət deyil. Deyərdim ki, hədəflərə çatmaq ani bir yaşantıdır. Doğru. Ancaq proses daimi olan bir şeydir və biz prosesdə nə qədər yaşaya biliriksə, ondan nə qədər həzz ala biliriksə, bir o qədər yaşayıram duyğusunu aktiv şəkildə daimi hiss eləyə bilirik. Yaşayıram duyğusunu nə qədər çox hiss eləyə biliriksə, enerjimiz bir o qədər artıq olur. Həzz almaqdan danışırıqsa əgər, həzz almaq üçün mən bilməliyəm ki, mənim bədənim, zehnim hansı nüanslarda, hansı prosesdə sevinə bilir, belə deyək. Əgər mən çay çay içmək istəyirəmsə, Bəli. bunun bir hissəsi o çayın hazırlanmasıdır. Doğru. Yəni bunu tam olaraq dərk edəndə insan özünə ayırdığı o dəyəri, o zamanı belə sevə bilər. Çünki mən çay istəyirəm və özümə bunu etmə qabiliyyətim var bu dəqiqə. Mən bunu bacarıram, bu məndə alınır. Və mən nəticədə özümə o çayı süzə biləcəm deyə. Zehin əgər bundan həzz ala bilirsə, həm prosesdən zəvq ala bilir, həm nəticədən. Ancaq insan yalnız köklənibdir ki, həyatdan nəyisə qoparda bilsin, əldə edə bilsin. Aha. Təbii ki, orada köklənir yalnız nəticəyə. Çünki o nəticəni kiməsə göstərməlidir Doğru, ki, desin doğru, ki, doğru. məndə alındı. Amma özü həqiqətən özü üçün eləyirsə, o artıq prosesdən də həzz almağa başlayır. Çünki nəticə önəmli olduğu qədər prosesin özü də önəmli olur o insan üçün.